Salam əziz dördüncülər, hörmətli kanal izləyiciləri və dəyərli valideynlər. Sinar yayımlarının yarpaq test vəsaitindən izahlarımız davam edir. Test 50, mövzumuz onluq kəsirlər. İki variantdan ibarət olacaq. A variantda ona tapşırıqların izahı ilə qarşınızdayıq. İlk öncə onluq kəsirlər haqqında sizə məlumat verəcəm. Onluq kəsirlər hansı kəsirlərə deyilir? Məxrəci 10, 100, 1000 və s. mərtəbə vahidləri olan adi kəsirlər onluq kəsirlərdir. Təkcə məxrəci 10, 100, 1000 və s. olanlarmı, yəni mərtəbə vahidləri olanlarmı? Xeyr. Bəzi adi kəsirlər var ki, onların məxrəclərini 10-a, 100-ə, 1000-ə tamamlamaq olur. Məsələn, nümunə olaraq göstərmiş olaq ki, biz 5/2 kəsirini onluq kəsir şəklində yaza bilərik ki, bunun üçün də 5-i 10-a tamamlamaq üçün 2-yə vurmalıyıq. Daha öncə bərabər kəsirlərdə demişdik ki, kəsirin sürət və məxrəcini eyni bir ədədə vursaq, ona bərabər kəsir almış olarıq. O səbəbdən də 5-i 2-yə vursaq 10 etmiş olur. 2-ni də 2-yə vursaq eləyəcək 4. Deməli 10-da 4 yazdıqdan sonra bunu onluq kəsir şəklində yazmış olarıq ki, bildirim ki, onluq kəsir təkcə adi kəsirlərdə deyil, qarışıq ədədlərdə də yazılmış ola bilər. Burada əgər tam hissəsi olmadığına görə tam hissə mütləq qeyd olunmalıdır ki, onluq kəsirlərdə tam hissəsi olmayan adi kəsirlərdə, yəni qarışıq ədəd deyilsə, o zaman tam hissəyə 0 yazmış oluruq və tam hissəni kəsir hissədən vergüllə ayırırıq. Vergül çəkildikdən sonra əgər 10-dursa, o zaman biz vergüldən sonra bir rəqəm yazmalıyıq və baxırıq ki, sürətdə bir rəqəmli ədəddirsə, deməli olduğu kimi də bunu yazmış olaraq 0,4-dür. Əgər bizim kəsir, məsələn deyək ki, adi kəsirimiz 100-də 4 olmuş olsaydı, bu zaman necə etmiş olardıq? Biz yenə də tam hissəsi olmadığına görə 0 yazırıq, vergül ayırdıqdan sonra vergüldən sonra 100-dəki sıfırların sayına baxırıq. 2-dir, deməli 2 rəqəm yazılmalıdır. Amma 4 neçə rəqəmlidir? 1 rəqəmlidir. Mən 4-ü necə yaza bilərəm? 0, 4 yazaram. Bəziləri 40 yazırlar. Xeyr, bu olmaz, çünki o tam başqa olmuş olur. Bildirim ki, onluq kəsirin sonuna sıfırlar əlavə etsək, dəyişməyəcək onun qiyməti. O səbəbdən də yəni istədiyimiz qədər 0 əlavə edə bilərik və ya da sıfırları silə bilərik. Daha ətraflı əlbəttə ki, hazırlıqlarımızda öyrənə bilərsiniz. Qoşulmaq üçün də bizimlə əlaqə saxlaya bilərsiniz. İndi tapşırıqlara keçirik. Əlbəttə, tapşırıqların həlli zamanı da sizə ətraflı məlumatlar vermiş olaram. Tapşırıq 1-dən başlayırıq. Görək 1-də nə yazır? Yazır, verilən kəsirin onluq kəsir şəklində yazılışı hansıdır? Burada qarışıq ədəddir. Tam hissəsi 1-dir. Yəni 1,7 kimi zaten biz bunu oxuyuruq. Və biz bunu ayırarkən tam hissəni kəsir hissədən ayırarkən 1-i yazdıqdan sonra vergül açırıq. 10-da 7-dir. Vergüldən sonra bir rəqəmimiz, çünki 10-da bir 0 var. 10-da 7-dirsə vergüldən sonra da bir rəqəm yazırıq, 7-ni yazırıq. Oxunuş zamanında 1,7 kimi oxuyuruq. Doğru cavabımız da B variantında verilmişdir. 2-yə baxırıq. 2-də yazır ki, onluq kəsiri adi kəsirlə necə ifadə etmək olar? Buradakı onluq kəsiri adi kəsirlə ifadə etməyimiz lazımdır. Vergüldən sonra bir rəqəm var. Əvvəlcə necə yazılacağını deyirik. Qarışıq ədəd şəklində yazmış oluruq bunu. 2-ni yazdıq. Yəni bu tam hissəni daha doğrusu vergüldən sonra kəsir hissəni yazırıq ki, burada da kəsir xətti çəkmiş oluruq. 10-da 4 olduğuna görə məxrəcinə 10 yazmalıyıq. Sürətdə də 4-ü yazmış oluruq. Əlbəttə biz bunu daha sonra istəsə kəsir hissəni ixtisar da apara bilərik. Əgər cavablarımızın içində 2,4 yoxdursa, 10 ilə 4 bilir ki, 2-yə ixtisar getmiş olur. Hər ikisini 2-yə ixtisar aparsaq, 2,5/2 kimi də cavablarımız ola bilər ki, amma A variantına baxırıq. Zaten 2,4 var. Doğru cavabımız A variantında verilmişdir. 3-ə baxırıq, ya ki, Səmanın 3,20 manat pulu var. Səmanın pulunu onluq kəsir şəklində necə ifadə etmək olar? Deməli, biz bilirik ki, 3,20-dir. Bunu necə ifadə edə bilərik? 3 yazdıq, vergül ayırdıq. %20 olduğuna görə burada vergüldən sonra 2 rəqəm yaza bilərik və yaxud da buna bərabər kəsir olaraq, az öncə yuxarıda izahda dedim ki, sondakı sıfırları silə də bilərik və ya da sıfır əlavə edə bilərik. Bunu 3,2 kimi də göstərə bilərik. Əgər cavablar arasında 3,20 yoxdursa, 3,2 cavabını seçə bilərik ki, cavablar arasında 3,20 yoxdur, amma 3,2 yazılmışdır ki, bu da
Buna eyni bərabər kəsirlər olduğuna görə cavabımız B variantında verilmişdir. 4-ə baxırıq. 4-də yazır ki, mərtəbə cədvəlinə uyğun ədəd hansıdır? Biz bilməliyik ki, adi, yəni natural ədədlərin mərtəbə vahidləri olduğu kimi, mərtəbələri olduğu kimi kəsr hissəsində mərtəbələr var. Vergüldən sonra ilk mərtəbə onda birlər mərtəbəsidir. Daha sonra gəlir yüzdə birlər. Daha sonra gəlir mində birlər. Bildirim ki, hər bir mərtəbənin də mərtəbə vahidi var. Onda birlərin mərtəbə vahidi 0,1-dir. Yüzdə birlərin mərtəbə vahidi 0,1-dir. Və mində birlərin mərtəbə vahidi 0,1-dir. Yəni vergüldən sonra 3 rəqəm olacaq. Sonda birlər olur. Burada görürsünüz ki, onda birlərdə birbaşa 1 yazır. Yüzdə birdə 0,1. Çünki biz 10 yaza bilmərik. Qabağına 0 yazır. Yüzdə 1-i necə yazmış oluruq? 0,1 yazmış olur ki, 2 rəqəm yazılmalıdır. Ona görə də 0,1 yazmış olur. Mində birlərdə də 0,01 yazırıq vergüldən sonra. Gəlin indi görək nə yazıq burada. Mərtəbə cədvəlinə uyğun ədəd hansıdır? Onluqların sayı 4-dür. Yüzlüklərin sayı yazıb burada. Onluq sonra yüzlük yazıb. Bu biraz yanlış gedib. Ola bilsin ki, burada təhlik olmalıdır. Təklik gəlir. Onluq sonra təhlik gələcək. Təhliklərin sayı olacaq 2. Vergül 60 oluruq. Onda birlər 3'dür. Və yüzdə birlər də nəyə bərabərdir? 6'ya bərabərdir. Bu da 6. 42 tam %36. 42 tam %36 B variantında verilmişdir. Davam edirik. 5-ci tapşırığa baxırıq. 5-də yazır ki, sözlərlə verilmiş onluq kəsrləri adi kəsr şəklində yazılışı hansıdır? 0 tam %12. İlk öncə 0 tam hissəsi 0'dır. 0 yazıb vergül atmış oluruq. Yüzdə dediyinə görə vergüldən sonra 2 rəqəm olacaq. 12 də 2 rəqəmli olduğuna görə olduğu kimi yazırıq. Bunu indi nə edirik? Adi kəsr şəklində yazmış olaraqsa, bu da bərabərdir. Tam hissəsi olmadığına görə birbaşa kəsr xətti çəkirik. Yüzdə dediyinə görə, yüzdə olduğuna görə məxrəcə 100 yazırıq, sürətdə də 12 yazmış olarıq. Bizim yazdığımız adi kəsr hansı variantda var? A variantında var. Doğru cavabımız A variantı olmuş oldu. 6'ya baxırıq. Yazır ki, Namiq tərəzidə kütləsini ölçdü. Onun kütləsi 20 tam %74 kiloqram idi. Namiqin kütləsini onluq kəsr şəklində necə ifadə etmək olar? Deməli, birinci biz bunu olduğu kimi yazırıq. Tam hissəsi 20'dir. 20 yazdıqdan sonra vergül ayırıq. %74. 2 rəqəm yazılmalıdır. 74 də 2 rəqəm olduğuna görə yazmış oluruq. Doğru cavabımız 20 tam %74 hansı variantda var? D variantında var. Davam edirik. Növbəti tapşırıq 7 ilə. 7-də yazır ki, Samirə qiyməti 7,9 manat olan kitab aldı. O hansı kitabı aldı? İlk öncə bunu onluq kəsrlə ifadə etməyimiz lazım ki, tam hissəsi 7'dir. 7 yazırıq, vergül 10,9 olduğuna görə vergüldən sonra bir rəqəm yazılacaq. Bunu da yazılır. 7,9. Hansı variantda var? A variantında verilmişdir. 8'ə baxırıq. Yəni ki, onluq kəsri adi kəsrlə necə ifadə etmək olar? İlk öncə biz bu onluq kəsri özümüz yazmış oluruq. Tam hissəsi 3'dür. Bunu qarşı ədəd şəklində yazırıq. Tam hissə 3 yazırıq. Kəsr xətti çəkirik. %16'dır. Deməli, məxrəcə 100 yazılmış olacaq. Sürətdə də 16 olmuş olacaq. 3 tam %16 hansı variantda var? B variantında verilmişdir. 9'a baxırıq. Yəni ki, sözlərlə verilmiş onluq kəsri adi kəsr şəklində yazılışı hansıdır? İlk öncə özümüz yazmış olarıq ki, bunu onluq kəsrinə yazarıq. Daha sonra onu çevirmiş oluruq. 1 tam, deməli tam hissəsi 1'dir. 10,9. Onda dediyinə görə vergüldən sonra bir rəqəmdir. 9 da bir rəqəmdir. Bu da bərabərdir. Bunu yazırıq. 1 tam kəsr xətti çəkirik. 10,9 olduğuna görə məxrəcdə 10, sürətdə də 9 olmuş olacaq. 1 tam 10,9. 1 tam 10,9 da B. Başlayın. 2 tamdır bu. 1 tam 10,9 baxmadan C variantı. Ona baxırıq. Yazır ki, usta su borusu çəkmək üçün 1 tam %50 metrlik quyu qazdı. Quyunun dərinliyi aşağıdakılardan hansıdır? 1 tam %50. İlk öncə bunu yazmış oluruq ki, 1 tam hissə 1 %50 olduğuna görə vergüldən sonra 2 rəqəm yaza bilər ki, bu da
Yəni 52 rəqəmini yazılır. Və biz bilirik ki, onluq kəsirin sonundakı sıfırları silə bilərik. Buna bərabər kəsir almaq üçün 1,5 də yaza bilərik. Əgər ki, bizim cavablarımız içində 1,50 yəni bu şəkildə yoxsa, bu şəkildə cavabımız ola bilər ki, doğru cavabda görürük ki, A variantında verilmişdir. 11-ə baxırıq. 11-də yazır ki, mərtəbə cədvəlinə uyğun ədəd hansıdır? Mərtəbə cədvəli yenə də burada yüzlük yazılmışdır. Təəssüflər olsun ki, yüzlük deyil, bu təhlikdir. Təklik. Deməli, onluqların sayı 2-dir. Təhliklərin sayı 3-dür. Vergülü atdıq. Onda birlərin sayı 5-dir və yüzdə birlərin sayı da 6-dır. Deməli, 20,56. 20,56 da A variantında verilmişdir. 12-ci suala baxırıq. Verilən kəsirin onluq kəsir şəklində yazılışı hansıdır? Biz birinci verilən kəsiri özümüz yazmış oluruq ki, 2 tam deməli bərabərdir. 2 vergül ayırırıq, tam hissəsini ayırdıq. %49. Vergüldən sonra 2 rəqəm yazılır. Nəyə görə? Çünki yüzdəki sıfırların sayına görə yazılır. Bu da olacaq 49-u yazmış olduq. Doğru cavabımız hansıdır? 2 tam %49 C variantında var. 13-ə baxırıq. 13-də yazır ki, təsvirə uyğun onluq kəsir hansıdır? Burada tamdır. 10 bərabər hissəyə bölünüb. Yazırıq ki, 1 tam. 10-da neçədir? 10-da 4-dür. 1 tam 10-da 4 də A variantında verilmişdir. Növbəti 14-cü suala baxırıq. Ədəd oxunda təsvir olunmuş onluq kəsirin sözlərlə ifadəsi hansıdır? İlk öncə baxırıq ki, bu 3 tam var burada. 3 tam, bir də 11, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 3 tam 10'da 7'dir. Bunda 3 tam 10'da 7 hansı cavabda var? 3 tam 10'da 7 D variantında verilmiştir. 15'e baxırıq. Verilən onluq kəsir bərabər olan onluq kəsir hansıdır? 0 tam %10 yazıb. Biz bilirik ki, sondakı sıfırı silmiş olsa 0 tam 10'da 1 yaza bilər ki, doğru cavabımız da D variantında verilmiştir. 16'da yazır ki, sən 10 tam 2'də 1 litr su tutur. Sənin tutumu nə qədərdir? Əlbəttə biz yuxarıda izahlarda demişdik ki, kəsir hissəsi sadəcə 10 olanlar, 100 olanlar deyil. Biz bunu 10'a 100'ə tamamlaya biliriksə, ilk öncə 10 tam 2'də 1'i bərabər eləyərik. Bu 2'ni 10'a tamamlamaq üçün 5'ə vurmalıyıq. Bu səbəbdən də yazır ki, 10 tam kəsir hissə 2'ni 10'a tamamladıq. 10 yazdıq burada. Neçəyə vurduq? 5'ə. 1'i də 5'ə vurarıq. Bu da 5 etmiş olacaq. Bunu da onluq kəsir şəkli yazsaq 0 tam 10'da 5 kimi yazmış olaraq ki, 0'da deyirəm. 10 tam 10'da 5 kimi yazmış olaraq ki, bu da C variantında verilmişdir. Bu qədər. Bunun A variantı, B variantı yoxdur. 51-ci test gəlir. Amma orada yuxarıda A variantı vardı. Mən də elə bildim ki, B variantı olacaq. Bu qədər. Növbəti video izahda görüşmək ümidi ilə hələlik sağ olun.